Salam, hər vaxtınız xeyir olsun. Bugünkü test izahımız bərk cisimlərin və mayilərin və qazların təzyiqi mövzusunda olacaq. Birinci sualla başlayaq. Birinci sualda bizdən təzyiqin səthin sahəsindən asılılıq qrafiki verilmişdir və təzyiq qüvvəsini hesablamaq tələb olunur. Biz bilirik ki, təzyiq, yəni bərk cisimlərdə təzyiq qüvvəsinin səthin sahəsinə nisbətinə bərabərdir. Yəni təzyiq qüvvəsi burada cismi səthə sıxan qüvvədir. Həmin təzyiq qüvvəsini biz burada çarpaz baxsaq, P vurulsun S şəklində hesablayacaq. Qrafikdə verilmiş cəmiyyətləri düzgün seçmək lazımdır. Yəni burada siz bir nöqtəsi üçün də hesablasaz, iki nöqtəsi üçün də hesablasaz, hər ikisi üçün eyni nəticəni alacaqsınız. Məsələn, mən bir nöqtəsi üçün uyğun cəmiyyətlərin qiymətinə baxıram. Burada təzyiq görürsünüz ki, 800 paskaldır. Səthin sahəsi isə baxın 1-dir və bunların hasili bizə 800 Newton verəcək. Yəni cavabımız olur A variantı. Qrafikdə bəzən burada metrin kvadratının yerinə santimetrin kvadratı, desimetrin kvadratı və yaxud baxın bu hissədə kilopaskal, megapaskal və s. göstərilə bilər. Sizdən tələb olunan odur ki, vahidləri düzgün çevirəsiniz. Əks halda yenə aldığınız nəticə səhv olacaqdır. Növbəti sual. Maye batılmış cismin sıxışdırıb çıxardığı mayenin çəkisi 50 Newtondur. Aha, bizdən Arximed qüvvəsini soruşur. Uşaqlar, ümumiyyətlə yadımızda qalsın ki, Arximed qüvvəsi elə mayeye batılmış cismin sıxışdırıb çıxardığı mayenin çəkisinə bərabərdir. Yəni cavabımız olur 50 Newton. Amma Arximed qüvvəsi haqqında bəzi qaydalarımızı gəlin yadımıza salaq. Arximed qüvvəsi digər qüvvələrdə olduğu kimi vektorial cəmiyyətdir. Rho maye V batan J şəklində hesablanır. Burada Rho M mayenin sıxlığı, V batan hissənin həcmi, J isə qravitasiya sahəsinin intensivliyidir. Arximed qüvvəsi düsturda verilən cəmiyyətlərdən asılı olub, cismin mayedə batma dərinliyindən asılı deyil. Başqa bir məlumat da qeyd edim ki, Arximed qüvvəsi cismin batan hissəsinin mərkəzindən yuxarı doğru yönəlmiş olur. Bu şəkildə. Keçək növbəti sualımıza. Gölün dibindəki təzyiq 400 kilopaskal, onun dərinliyini hesablayın. Fərz edin ki, bizim belə bir gölümüz var və gölümüzdə olan suyun hündürlüyü H qədərdir. Bura H yazıram. Və bu gölə bir atmosfer təzyiqi təsir göstərir. Aha. Burada suyun, yəni gölün belə deyək də səthə doğru, yəni aşağıya doğru bir belə deyək də təzyiq təsir göstərir burada. Burada əlavə olaraq, yəni gölün özünün yaratdığı bir təzyiq var ki, P bərabərdir. Rho, J, H şəklində hesablanacaq. O zaman mən tam təzyiqi taparkən, yəni tam təzyiqi taparkən P tam bərabər olmuş olacaq. P atmosfer üstə gəlinsin Rho, J, H-a. Və burada bizdən tam təzyiqi verib. Tam təzyiq burada görürsünüz ki 10 üstü 2, yəni 2 sıfır var. Kilopaskalda 10 üstü 3'dür. 2 və 3, yəni 10 üstü toplam belə deyək də 5 götürəcəm və qarşısında 4'ü qeyd edək, bərabərdir. Atmosfer təzyiqi deyir. Baxın burada 2, 10 üstü 2, kilo, 10 üstü 3. Hasil şəkildə göstərsək 10 üstü 5 şəklində olacaq. Üstə gəlinsin, Rho-muzun qiyməti 10 üstü 3, J-mizin qiyməti 10, bir də H. Baxın, bunu sağ tərəfə, sol tərəfə daha doğrusu keçirmiş olsaq, fərqi bizə verəcək 3 vurulsun 10 üstü 5, bərabərdir 10 üstü 4 vurulsun H-a. Buradan da biz H-ı tapmış olsaq 30 metr alınacaqdır. Yəni cavabımız olur D variantı. Tam təzyiqin düsturu ümumiyyətlə uşaqlar baxın bu şəkildə hesablanmış olur. Yəni burada atmosfer təzyiqi və gölün özünün Rho-H qədər yaratdığı təzyiq vardır ki, həmin təzyiqlərin cəmi bizə tam təzyiqi vermiş olacaqdır. Dördüncü sualın izahına baxaq. Gördüyümüz kimi burada birləşmiş qablar verilmişdir və biz bilirik ki, birləşmiş qablarda bir cins mayenin hündürlüklərinin səviyyəsi bərabər olmuş olur. Amma burada gördüyünüz kimi su və neft var. Yəni burada bir cins maye sayılmır. Fərqli mayelərdir. Lakin birləşmiş qablar qanununa görə biz bilirik ki, burada təzyiqlərin bərabərliyindən Rho1 H1 bərabərdir. Rho2 H2 ifadəsini almış oluruq. Bu birləşmiş qablar qanunu adlanır uşaqlar. Siz bunu dərsliklərdə Rho1 bölünsün Rho2 bərabərdir H2 bölünsün H1 kimi də yazırsınız. Çox sadə bir sualdır. Gəlin verilmiş cəmiyyətləri yerinə qoyaq. Biz görürük ki, deməli H1-imiz 20 cm-dir. Bura qeyd edək 20 sm. Və H2-mizi bizdən soruşur. Suyun sıxlığı 1000-dir.
və neftin də sıxlığı 800-dür. Baxın, bunların hasilinə bərabər olmuş olacaq. Bu ifadəyə əsasən yazırıq. 1000 vurulsun H2 bərabərdir 20 vurulsun 800. Yeri gəlmişkən uşaqlar, baxın, burada hündürlüyü santimetrlə verdiyi üçün mən çevirmə aparmadım. Çünki cavablarda zaten santimetrlə ifadə olunur. Buradan 2 sıfır aparsaq burayla. Deməli, H2 də bərabər olmuş olacaq. 2, 16, 2 vurulsun 8, o da 16 santimetr. Yəni cavabımız olur D variantı. Növbəti sual. Kütləsi 30 kiloqram olan cismin həcminin 3/2 hissəsi suya bataraq üzür. Ümumiyyətlə, uşaqlar, baxın, fərz eləyək ki, bizim müəyyən bir fərqi yoxdur. Kürə şəkilli bir cisimimiz var və 3/2 hissəsi suya batıb. 3/2 hissəsinin suya batması, yəni onun daha çox hissəsinin suya batması deməkdir, düzdürmü? Fərz edin ki, bu qədər hissəsi suya batmış olur. Ümumiyyətlə, ağırlıq qüvvəsi F ağırlıq bərabərdir mg şəklində hesablanır. Bu cismin kütləsi, yəni kütlə bildiyimiz kimi dəyişmir. Yəni cisimdən bir hissə ayrılmayana qədər kütlə dəyişmir. Burada J-nin qiyməti isə planetdən planetə dəyişdiyi üçün ağırlıq qüvvəsi yalnız planetdən planetə dəyişə bilər. Çünki J-nin qiyməti bildiyimiz kimi müxtəlif planetlər üçün fərqli, yəni qiymətə malikdir. Burada deməli M və J-nin qiymətləri dəyişmədiyi üçün ağırlıq qüvvəsi dəyişmir. Yəni ağırlıq qüvvəsi ilə sadə şəkildə mg şəklində hesablanacaq. 30 vurulsun 10. Bu bizə 300 Newton verəcəkdir. Ağırlıq qüvvəsi 300 Newton alınır. Yaxşı, bəs Arximed qüvvəsini necə tapaq? Uşaqlar, ümumiyyətlə burada suya bataraq üzür deyir. Yəni ki, şərti oxuduq. Şərtdə suya bataraq üzür dediyi üçün üzmə şərtinə əsasən Arximed qüvvəsi də ağırlıq qüvvəsi ilə eyni hesablanacaq. Yəni F Arximed də bərabər olacaq mg şəklində. Ona görə bizim cavabımız 5-də olur, A variantı. Üzmə şərti gördükdə, yəni bu şərti nəzərə almağınız tələb olunur. Növbəti sual, 6-cı sual. 6-cı sualda cismin səthə göstərdiyi təzyiq necə dəyişər soruşulur. Biz də bilirik ki, təzyiq P bərabərdir F təzyiq bölünsün S şəklində hesablanır. Yəni, cismi səthə sıxan təzyiq qüvvəsinin səthin sahəsinə nisbəti şəklində. Burada FT-ni mg şəklində aça bilərik. Düzdürmü? Fikir verirsinizsə, bu eyni bir cisimdir. Sadəcə bunu neyini çevirmiş olur. Bunu gündəlik həyatımızda da bilirik ki, bir cisimi, yəni tərsinə çevirsə, bunun kütləsi dəyişməz ki. Kütləsi dəyişmədiyi üçün, J-nin də qiyməti bilirik ki, sabitdir. Yəni, mg dəyişmədiyi üçün, deməli, yuxarı hissəni biz sabit qəbul edə bilərik. Yuxarı sabit olduqda P və S gördüyümüz kimi bir-biri ilə tərs asılı olmuş olur. P və S bir-biri ilə tərs asılı olmuş olur. Bu zaman görürük ki, deməli, əvvəlcə səthimizin sahəsi 3S-dir, sonra isə S-dir. Yəni, səthin sahəsi 3 dəfə azalmış olur. Səthin sahəsi 3 dəfə azaldıqda tərs mütənasib olduğu üçün təzyiq 3 dəfə artmış olacaq. Yəni, cavabımız olur D variantı. Burada diqqətli olmağınız məqam ondan ibarətdir ki, bəzən yeni başlayan şagirdlər təzyiq və təzyiq qüvvəsi anlayışını qarışdırmış olur. Ümumiyyətlə, uşaqlar, unutmayın ki, təzyiqin vahidi Paskaldır, təzyiq qüvvəsinin vahidi isə Newtondur. Üstəlik, burada eyni sualda bizdən təzyiq qüvvəsini soruşsaydı, mg hasili dəyişmədiyindən təzyiq qüvvəsi dəyişməz, yəni Y variantı olardı. Üstəlik, həmçinin burada şərtdə bərk cisim olması da vurğulanıb. Yəni, bərk cisim olmasına da diqqət edin. Çünki eyni sualı maye ilə dolu qab üçün çevirmə halında da başqa cür hesablamalar aparacaq. Növbəti sual. 7-ci sual. Hündürlüyü 1200 olan metr dağın zirvəsində atmosfer təzyiqini müəyyən edin. Uşaqlar, yadımızda qalsın ki, hündürlük artdıqca atmosfer təzyiqi hər 12 metrdən 1 millimetr civə sütunu qədər azalır. Onda biz belə bir düstur yaza bilərik. P bərabərdir. P atımı yazaq buna, atmosfer çıxılsın H bölünsün 12. Bunu şifahi şəkildə riyazi biliklərinizə əsasən hesablaya bilərsiniz. Amma kim ki çətinlik çəkir, düstur şəkildə də yadda saxlaya bilər. Atmosfer təzyiqimiz, baxın şərtdə görürsünüz ki, verilib. Yəni 760 çıxılsın. Hündürlüyümüz də verilib 1200. Baxın, bu H-ı göstərir.
1300 bölünsün 12. Bu 100 verəcək. 760-dan da 100 çıxdıqda 660 alınacaqdır. Cavabımız olur A variantı. Baxın, eyni sualda bizə deyə bilər ki, dəniz səviyyəsindən aşağıda. Bu zaman dəniz səviyyəsindən aşağı doğru getdikcə bilirik ki, atmosfer təzyiqi tam tərsinə hər 12 metrdən 1 mm civə sütunu qədər artacaq və düsturumuzu bu zaman verilən düsturumuzu plus şəklində hesablayacaq. Yəni verilən şərti nəzərə almağınız tələb olunur. Növbəti sual. 8-ci sualda bizdən birinci qabda olan suyu içi boş olan ikinci mayı qaba boşaltsaq. Gəlin bu sualı bircə nəzər salaq. Baxın, biz bilirik ki, hidrostatik təzyiq P bərabərdir rho J H şəklində hesablanır. Yəni, hidrostatik təzyiq mayenin sıxlığından, maye sütununun hündürlüyündən asılıdır. Fikir verirsinizsə, eyni bir mayedir. Sadəcə buradakı mayeni buradakı qaba boşaltmış olur. Deməli, mayenin sıxlığı dəyişməyəcək. Yaxşı, bəs mən bu qabdan bu qaba döktükdə suyun səviyyəsi necə dəyişəcək? Təbii ki, uşaqlar, bu gündəlik həyatınızdan da bilirsiniz ki, suyun səviyyəsi hardasa az olacaq. Çünki qabın zaten, belə deyək də, səthinin sahəsi artdığı üçün su daha geniş hissəni tutmuş olacaq. Yəni, hündürlük azalacaq. Hündürlük azaldığı üçün təbii ki, burada hidrostatik təzyiq nə edəcək? Azalmış olacaq. Çünki pH-la düz mütənasibdir. Hidrostatik təzyiq azalar. Yəni 8-ci sualda bizim bir doğru cavabımızdır. Növbətini davam edək. Təzyiq qüvvəsində bizdən soruşur. F təzyiq qüvvəsi bildiyimiz kimi rho, J, H vurulsun S şəklində hesablanır. Yaxşı, bax qeyd etdiyimiz kimi sıxlığımız dəyişmədi. Eyni mayədir. J-miz dəyişmədi. H, S hasil də burada dəyişməyəcək. Nə səbəbə? Baxın, görürsünüz ki, buradakı deməli, belə deyək də, hündürlük azalan hissədə, yəni əvvəlcə H qədər hündürlüyün vardısa, fərzdəki H bölünsün 2 qədər hissəni tutmuş oldu və səthimizin sahəsi isə artmış oldu. Səthin sahəsi artdığından və hündürlük azaldığından bu iki kəmiyyətin hasili sabit qaldığı üçün F təzyiq qüvvəsi dəyişməyəcək uşaqlar. F təzyiq qüvvəsi dəyişməz. Ona görə də cavabımız olur əlavə olaraq 5. 9-cu sual. Eyni bir cisim 3 müxtəlif mayedə tarazlıq vəziyyətlərindədir. Yaxşı. Gəlin baxaq. Uşaqlar, görürsünüz ki, birinci sualda deyir ki, daha doğrusu birinci variantda mayenin sıxlığı cismin sıxlığından azdır. Mayenin sıxlığı cismin sıxlığından azdırsa, deməli cismin sıxlığı çox imiş. Yaxşı, cismin sıxlığı çox olduqda cisim nə edir? Təbii ki, mayedə batar. Bu bizim deməli 3-cü qabımıza A variantının uyğun gəldiyini göstərir. Mayenin sıxlığı cismin sıxlığından çoxdur. Bu o deməkdir ki, cismin sıxlığı bu dəfə azdır. Yaxşı, cismin sıxlığı azdırsa, onda B variantı 1-ə uyğun gələr. Yəni, cisim mayenin səthinə qalxmış olar. Mayenin sıxlığı cismin sıxlığına bərabərdir. Təbii ki, bu orta hissədə dayandıqda, yəni sanki bu iki sıxlıq bir-birinə bərabər olduğu üçün tam ortada, tam mərkəzdə tarazlıqda qalmış olur. Yəni, 2-yə də C variantı uyğun gəlir. Əsas D və Y variantlarının müzakirəsidir. Cismə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsindən çoxdur. Uşaqlar, bu D variantı 3-cüyə uyğun gələcək. Nə üçün? Siz görürsünüz ki, bu cismə təsir edən ağırlıq qüvvəsi gərək çox ola ki, bu cisim, çünki cisimə, belə deyək, cismin mərkəzindən aşağı doğru bir ağırlıq qüvvəsi təsir edir. Bir də ki, batan hissənin mərkəzindən yuxarı doğru Arximed qüvvəsi təsir edir. Buna təsir edən ağırlıq qüvvəsi daha çox olduğu üçün bu, belə deyək də, cisim yerə, qabın dibində dayanır. Ona görə də, yəni D variantı 3-ə uyğun gəlmiş olur. Y variantı isə heç bir varianta uyğun gəlmir. Cismə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsindən azdır, heç bir varianta uyğun gəlmir. Bəzən şagirdlər Y variantını birinci varianta uyğunlaşdırır. Xeyr, yadımızda qalsın ki, əgər cisim mayedə tarazlıq vəziyyətindədirsə, bu zaman, yəni biz bu B və C halları üçün hər ikisində Arximed qüvvəsini ağırlıq qüvvəsinə bərabər qəbul edəcəyik. Yəni, bu hallarda bərabər qəbul edirik. MJ şəklində hesablanmış olur. Yəni, Arximed qüvvəsini hesablayarkən MJ şəklində. Üzmə şərtinə əsasən, yəni tarazlıqdadırsa əgər, MJ şəklində hesablanır. Ona görə də burada ağırlıq qüvvəsi Arximed qüvvəsindən az olmayacaqdır. 10-cu sual. Sıxlığı suyun sıxlığından çox olan. Baxırsınız ki, burada deməli maye ilə dolu qabın içərisində bir sapdan asılmış bir cisim təsvir olunub. Bilirik ki, cismin burada tarazlıq şərtini tətbiq etmək lazımdır. Yəni
Cisimə aşağıya doğru bilirik ki, mg ağırlıq qüvvəsi təsir göstərir. Maye varsa, cisim mayenin daxilindədirsə, onda yuxarıya doğru əlavə olaraq bir F Arximed qüvvəsi də təsir göstərəcəkdir. Yaxşı, cisim tarazlıqdadırsa, yuxarıya tətbiq olunan qüvvələr cəmi, daha doğrusu yuxarıya yönələn qüvvələr cəmi aşağı yönələn qüvvələr cəminə bərabər olmalıdır. Bu zaman mən tarazlıq şərtini belə yaza bilərəm. Deməli, T üstəgəlinsin F Arximed bərabər olacaq mg şəklində. Buradan verilən cəmiyyətləri yerinə qoyub hesablama aparacaq. Ağırlıq qüvvəmizin qiyməti 200 bərabərdir. İpdə yaranan T gərilmə qüvvəsidir, 50 verilib. Və məndən Arximed qüvvəsini soruşur. Deməli, riyazi biliklərimizə əsasən 200-dən 50-ni çıxırıq. Cavabımız edəcək 150 Newton. Bu qədər. 11-ci sual. 11-ci sualda tarazlıq halında deməli bizdən hidravlik preslər haqqında soruşur. Yaxşı. Gəlin hidravlik pres haqqında biliklərimizi qısa da olsa yadımıza salaq. Bilirik ki, hidravlik yəni pres və yaxud hidravlik maşın sıxmaq, presləmək məqsədi ilə istifadə olunur və həmin bu hidravlik presin belə deyək də, porşenlərinin altında qalan təzyiqlər bərabər olur. Yəni, P1 bərabərdir, P2 şəklində hesablanır. Yaxşı, əgər P1 bərabər P2-dirsə, bu zaman biz burada P-ləri aça bilərik. F1 bölünsün S1 bərabərdir, F2 bölünsün S2. Şərti olaraq kiçik porşeni biz 1 ilə ifadə eləyək. Yəni, bura kiçik yazıram, burada böyük yazıram. 2 olanları isə böyük porşenlə əvəz edək. Yaxşı, F1-imiz nə qədərdir? 80. S-imiz sətin sahəsi 20. Uşaqlar, burada çevirmə aparmıram. Çünki sətin sahələri hər ikisində eyni vahidlə ifadə olunub, ehtiyac yoxdur. Deməli, F2 bizdən F2-ni soruşur. F2 olduğu kimi qalsın. Sətimizin sahəsi isə 100-dür. Buradan hesablama aparsaq, 80 vurulsun, çarpaz vuraraq 100, bölünsün 20, F2. Bunlar ixtisar getdikdə 1, 4. Nəticəmiz edəcək 400 Newton. Yəqin ki, hər birimizə aydın oldu bu sual. Hidravlik presdə porşenlərin altında qalan təzyiqlərin bərabər olması, yəni bu o deməkdir ki, P1-in P2-yə olan nisbəti 1-dir və belə deyək də, burada işlərin də nisbəti 1-ə bərabərdir. Görülən işlərin nisbəti 1-ə bərabərdir. 12-ci suala baxaq. Arximed qüvvəsini bizə hesablamaq tələb olunur. Arximed qüvvəsində deyir ki, cismin həcmi 2 metr kub olan ağacın 5-də 4 hissəsi suya bataraq suda üzür. Suya bataraq suda üzür. Bu ağaca təsir edən Arximed qüvvəsini kilonewton ilə hesablayın. F Arximed qüvvəsi rho maye və batan J şəklində hesablanmış olur. Burada mayenin sıxlığı 1000. Batan hissəndəki 5-də 4 cismin sıxlığı 2 verilib. Yəni, baxın, batan hissəni bu şəkildə tapdıq. Vurulsun J-nin qiyməti də 10. 8-i 5-ə böldükdə 1,6 vurulsun. 10 üstü 4 şəklində yaza bilərəm bunu. Bu da mənə 16 kilonewton verəcəkdir. 1,0, yəni buradan 1 onluq əlavə edib 1,6-ya vurdum. Yerdə 10 üstü 100 qalmışdı. Onu da kilonewtonla əvəz elədim. Cavabımız olur 16 kilonewton. 13-cü sual. 13-cü sual sadə sualdır. Bildiklərimizi yadımıza salsaq, Birləşmiş Qablar qanununa əsasən bir cins mayenin birləşmiş qablarda hündürlüklərinin səviyyələri bərabər olmuş olur uşaqlar. Ona görə də baxın, bir cins maye edirsə, deməli bunların sıxlıqları eyni olacaq. Çünki səviyyələr eynidir. Onda belə qeyd edirəm. H1 bərabərdir, H2 bərabər H3 olduğundan, deməli ρ1 bərabərdir, ρ2 o da bərabərdir, ρ3 şəklindədir. Yəni bu şəkildə ifadə olunur. Sıxlıqları bərabərdir. Yaxşı, boş xanalara uyğun Arximed qüvvəsinin xarakteri xüsusiyyətləri yazmaq bizdən tələb olunur. Uşaqlar, F Arximed qüvvəsi rho maye və batan J şəklində ifadə olunur. Arximed qüvvəsi cismin mayedə batan hissəsindən yuxarı doğru yönəlmiş olur. Məsələn, ağırlıq qüvvəsi cismin tam mərkəzindən aşağı doğru yönəlirsə, baxın, Arximed qüvvəsi isə cismin batan hissəsinin
hardasa baxın buradan orta hissəsindən yuxarı doğru yönəlmiş olur. Əslində bunun üstündə çəkməli idim, eybi yoxdur. Bu şəkildə yönəlmiş olur. Yəni bunu da xarakteri xüsusiyyət kimi qeyd edə bilərsiniz. Bundan başqa digər xarakteri xüsusiyyət kimi bunu qeyd edə bilərik ki, uşaqlar, Arximed qüvvəsi hündürlük, yəni mayenin daxilində cismin batma dərinliyindən asılı deyil. Məsələn, bir cismimiz burada yerləşir. Həmin bu bir cismini müəyyən bir nöqtəyə, yəni aşağıya doğru gətirmişəm. Görürsünüz ki, hündürlük dəyişir, amma Arximed qüvvəsi dəyişməz. Yəni H-dan asılı deyil. Qrafik olaraq da qurmaq istəyirsinizsə, F Arximedin bilirsiniz ki, H-dan asılı deyil qrafikini. Baxın, biz bu şəkildə çəkmiş oluruq. Bundan başqa Arximed qüvvəsi üçün bunu da qeyd edə bilərsiniz ki, mayeyə batırılmış cismin çəkisi F Arximed qədər azalmış olur. Baxın, bu düsturda qeyd edə bilərik burada. Bu P0 cismin havadakı, vakuumdakı çəkisidir. P isə belə deyək də, mayedəki çəkisi. Cismin mayedəki çəkisi havadakı çəkisindən F Arximed qədər az olmuş olur. Bu şəkildə. Və F Arximed qüvvəsi burada göstərilən bütün kəmiyyətlərdən asılıdır. 15-ci sual. Venn diaqramına uyğun ifadələr yazmaq tələb olunur. Baxaq. PSD vahidi Paskaldır. Bəli, təzyiqin vahidi bildiyimiz kimi beynəlxalq sistemdə Paskaldır. Paskalın açılışı Newton bölünsün metrin kvadratıdır, unutmuruq. PSD vahidi Newtondur. Bütün qüvvələrin vahidi optik qüvvə istisna olmaqla, yəni o ümumiyyətlə qüvvə anlayışı deyil, sadəcə optik qüvvə deyilir. İstisna olmaqla bütün qüvvələrin vahidi Newtondur, yəni 2 bura daxildir. Mayenin sıxlığından düz mütənasib asılıdır. Gəlin hər ikisi üçün düsturumuzu yazaq. Hidrostatik təzyiqin düsturu ρ-J-H-dır. Təzyiq qüvvəsinin düsturu isə ρ-J-H S şəklində göstərilir. Burada gördüyünüz kimi, deməli, belə deyək, təzyiq qüvvəsi mayelər üçün təzyiq qüvvəsi ρ-J-H-S şəklində hesablandığı üçün 5 bura aiddir. Mayenin hündürlüyündən düz mütənasib asılıdır. Hər ikisi, ona görə 4 bura aiddir. Mayenin sıxlığından düz mütənasib asılıdır. O da hər ikisi 3 bura aiddir. Belə. Bugünlük test izahlarımızı tamamladıq. Ümid edirəm ki, hər birinizə aydın və anlaşıqlı oldu. Rəylərinizi şərh bölməsində gözləyirəm.